da qraf. Avto, yəni avtoqraf, yəni hardasa orada bir avtomatik, mexaniklik mənası var. Avtoqraf nədir? Hər hansı bir məşhur şəxsin, hər hansı bir peşədə uğur qazanmış şəxsin öz pərəstişkarına yazdığı bir cümləmi deyim, bir imza mı deyim, ona görə avtoqrafdır da, sürətli bir prosesdir. Sözün mənşəyi haqqında, yəni sözün lüğətdəki o etimologiyası haqqında araşdırma aparmamışam, amma mən bunu sizə izah etmək üçün bildirirəm ki, yəni bu avto hissəsidir və avto hissəsi avtobus sözündə də və digər sözlərdə avto hissə V ilə yazılır. Deməli, burada da V ilə yazılmalıdır. Deməli, 124-cü testin doğru cavabı B olacaq. Yəni söz səhv yazılmışdı, F ilə yazılmışdı. Casus sözü doğru yazılıbdır, absurd sözü doğru yazılıb, peşman sözü doğru yazılıb, tələbat sözü doğru yazılıb. Gələk 125-ci testdə. Hansı cərgədəki sözlərdə səslərin sayı hərflərin sayından azdır? Səslərin sayı azdır demək səs düşümündən